İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Fars körfəzi regionunda gərginliyin təhlükəli həddə çatdığını bildirib və mümkün toqquşmalarla bağlı sərt xəbərdarlıq edib. O, X platformasındakı hesabında paylaşım edərək yazıb ki, İran adalarının ərazisinə qarşı hər hansı bir təcavüz bütün sakitliyi pozacaq. Parlament sədrinin sözlərinə görə, əgər adalara hücum edilərsə, İran heç bir məhdudiyyət tanımayacaq. Bu sərt xəbərdarlıq sözügedən adaların İran üçün əhəmiyyətini bir daha üzə çıxarır. Söhbət İranın nəzarətində olan Əbu Musa, Böyük Tumb, Kiçik Tumb və Xarq adalarından gedir. Xarq istisna olmaqla digər 3 ada İran və Birləşmiş Ərəb Əmirlikləri arasında uzun müddətli mübahisəli ərazi hesab olunur. 1971-ci ildən adalar İran tərəfindən idarə olunur. Lakin Birləşmiş Ərəb Əmirlikləri onları öz ərazisi hesab edir. Bu adalar Hörmüz boğazına yaxın yerləşdiyinə görə Fars körfəzindəki hərbi və nəqliyyat nəzarəti üçün böyük strateji əhəmiyyət daşıyır. İran adalarda hava və raket müdafiə sistemləri yerləşdirərək onların qorunmasını üst səviyyəyə çatdırıb. Xarq adası isə fərqli statusa malikdir. Bu ada tam şəkildə İranın nəzarətindədir və burada Fars körfəzindəki ən böyük neft ixrac terminalı yerləşir. İranın ixrac etdiyi neftin böyük hissəsi həmin terminal vasitəsilə dünya bazarına çıxır. Maraqlı məqam odur ki, 10 gündən çox davam edən toqquşmalar zamanı Xarq adasına zərbə endirilməyib. Fars körfəzindəki adalar Hörmüz boğazına yaxın olduğundan dünya enerji yollarına nəzarət imkanına malikdirlər. 3 ada həm İran, həm Birləşmiş Ərəb Əmirlikləri üçün mübahisəlidir. Bu da hərbi qarşıdurma riskini artırır. Xarq adası isə İranın neft ixracının böyük hissəsini həyata keçirir. Buna görə enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyətlidir. Adalara qarşı hərbi addım hər iki tərəfin reaksiyasını sürətləndirdiyindən regional gərginlik daha da arta bilər. Əslində İranın bu adaları qırmızı xətt olaraq dəyərləndirməsi bir neçə səbəbə bağlıdır. Tehran adaları ərazi bütövlüyü və dövlət maraqlarının ayrılmaz hissəsi hesab edir və hər hansı hücuma adekvat cavab verəcəyini açıqlayır. Xarq adası neft ixracının böyük hissəsini təmin etdiyindən onun vurulması İranın azalan enerji gəlirlərini kəskin şəkildə aşağı sala bilər. Bu isə qlobal bazarda böyük qiymət dalğalanmaları deməkdir. Əbu Musa və Tumb adalarının hədəfə alınması İranın hazırda Hörmüz boğazına nəzarət imkanını zəiflədərək onun üstünlüyünü əlindən ala bilər. Digər tərəfdən Birləşmiş Ştatlar sözügedən adaları hədəf kimi saxlamaqla İran üzərində psixoloji və strateji üstünlük qurur. Çünki bu, Tehranı qismən də olsa ehtiyatlı davranmağa məcbur edir. Eyni zamanda bu strategiya gərginliyi idarə olunan səviyyədə saxlamaqla yanaşı, münaqişənin tam miqyaslı müharibəyə çevrilməsinin qarşısını alır. Birləşmiş Ştatların bu adalara hücumu İranı həm iqtisadi, həm də hərbi mövqedə ciddi şəkildə çətin vəziyyətə sala bilər. Çünki onlar İranın Fars körfəzi ilə Hörmüz boğazı arasındakı hərəkət izləməsinə və idarə etməsinə imkan verir. Nəzərə alsaq ki, Hörmüz boğazı dünya neft nəqliyyatının kritik marşrutudur və təxminən dünya neftinin 20% buradan keçir. Bu deməkdir ki, bura nəzarət boğazın açıq və bağlı qalmasını təmin edir. Bu isə Tehrana strateji üstünlük qazandırır. Digər tərəfdən İran adalardan həm hərbi mövqelər, radar və hava nəzarəti, həm də nəqliyyat yollarının izlənməsi üçün istifadə edir. Bunun sayəsində İran həm Birləşmiş Ştatlar və digər güclərin regional hərəkətlərini izləyir, həm də Hörmüz boğazında geosiyasi və hərbi təzyiq göstərmək kartını əlində saxlayır. İranın sözügedən adalarda donanma və raket bazaları yerləşdirməsi də bu ərazilərin Tehran üçün əhəmiyyətini ortaya qoyur. Çünki Hörmüzə nəzarətin itirilməsi İranın əlini zəiflədəcək ən başlıca amillərdəndir.